Selamünaleyküm değerli insanlar. Hak Sesi TV1 gazetenin ve YouTube kanalının əməkdaşları. Hər kəsi salamlayıram. İzləyicilərimizlə bərabər hər kəsi. Bəli, qış öz mövsümündə öz sözünü deyir. Təbiət varlığı olaraq qışın bu gözəl neymət olan qar ağzı bədiyeri gəldi çıxdı. Mən bununla demək istəyirəm ki, hər bir kəs bilsin ki, insan xarakteri də belə müxtəlif olur. Hər mövsümə uyğun öz gözəlliyi, öz fikri olur. Mənim də fikrim ondan ibarətdir ki, bu bərəkətli qış qarı da bizə ruzu bərəkət gətirsin. Allah köməyimiz olsun, Allah xalqımızı qorusun, bu qalib xalqımızı. Allah məmurlara da insaf versin ki, bu Nazirlər Kabineti var, insanlara günü-gündən cərmələr yükləyir. Allah onları da hidayət eləsin, onlar da bir insan kimi fikirləsin ki, mənim xalqım, mənim qərarımla bu müxtəlif cəza tədbirləri görüb bu xalqa. Günahı nədir? Qazı qaldırır, işığı qaldırır, suyu qaldırır. Yəni, bilirsən, onlar özlərini sanki bu xalqın içindən ayırır. Xalqa qənim kəsiliblər. İnanın ki, bu heç bir yaxşı cəhət deyil. İnsani keyfiyyətdən, onlar deməli keyfiyyətdən aşağıdır. Əgər onlar xalqın sevsə, bu qalib xalqın sevsə, 4000-dən artıq şəhidi olan, qazisi olan bir xalqı sevsələr ki, bu 44 günlük müharibədə onlar qanı canı hesabına möhür yoğurdular. 44 günlük möhür. O yeganə Azərbaycanda elə bir möhür Azərbaycandadır. Allah prezidentimizin canı sağ eləsin və onları tezliklə hidayət olunmuş qaydada deyəkdir ki, başa salsın ki, bu xalqa zülm eləməyin. Bir sözlə, mən 65 yaşım var. Bir gündən sonra kimdənsə nəsə çəkinəcəyim, nəsə qorxacağım bir şey yoxdur. 34 ildir mətbuatda çalışan adamım. Ulu Öndərin məqsədün siyasətini təbliğ eləmişəm. Bu günlərimdə onun bizə qoyub getdiyi varisi Cənab İlham Əliyevin siyasətini təbliğ eləyirəm. Amma o Nazirlər Kabinetinə, o millət vəkilləri var, hansı ki, o millətin üzqarası olan, onlara buradan səslənirəm ki, səs eləyin. Bu cəmiyyətin aparıcı, öndəri, onun ziyalısıdır. Siz əgər özünüzü ziyalı hesab eləyirsinizsə, bu xalqa dəstək olun. Xalqın fikrini deyin. Bu Nazirlər Kabinetinin kökün qaşıyın ki, oradan çıxsınlar, üfunət oranı götürüb artıq. Onlar orada oturub nə qayırırlar, mən başa düşürüm. Ancaq fikirləşir ki, xalqa nətər zülm eləyək. Qiymətləri artıraq. Vallahi belə olmaz. Hələ bir ömrə boşdudur. Hələ bir cana boşdudur. Yaşayacaq onu Allah verdiyi ömrü başa vurana qədər. Ahirətdə sizin yeriniz cəhənnəmdir. İnşallah. Siz nə qararsanız? Orada da belə qərara çıxara bilərsiniz. Xeyr. Orada sizi dar ağacından asmasalar da yəqin ki, qır qazanında yanarsınız. Mən buradan üzümü tuturam. İstər hüquq mühafizə orqanlarından hansı bir sahə olur olsun, ədaləti bərqərar eləyin. Bərqərar eləyin ədaləti. Cənab Prezidentimizə dəstək olun. Sizin ağlınıza gələn hərəkətlə bu milləti yıxıb sürməyin. Bu millət vallah qalib xalqdır. Evlatlarımızı verdik. Vətən üçün, torpaq üçün, namus üçün. Amma sizin kimiləri üçün vermədik ki, siz oturub orada ayağınızın üstünə aşırdıb bu xalqı ələ salasınız. Nə deyim? Mənim deyəcəyim bu qədər idi. Allah bilsin, siz bilin. Bu xalqın qədrini bilin. Sağ olun, var olun. Allah köməyimiz olsun.